Ekskursiyanın məqsədi kursantların informasiya kommunikasiya sahəsində biliklərini artırmaq, onların ümumi dünya görüşünü genişləndirmək və gələcəkdə peşəkar fəaliyyətlərində media ilə düzgün əməkdaşlıq qurma bacarıqlarını formalaşdırmaq olub. Kursantlarımız əsasən generator, yayın verilişləri, canlı radio və s. burada keçirilən studiyalarla tanış oldu. Dərs zamanı keçirilən praktiki məşğələlər əsasən burada canlı göz önündədir. Kursantlarımız keçirilən dərslərin izahını tam olaraq burada cavabını alırlar. Onlara qaranlıq olan sualları studiyalarda, istər yayın verilişlərində, istər canlı radiolarda aparılan şəraitdə tanış oldular. Xoş keçdi bizim üçün. Kursantlar ekskursiyadan məmnun qaldıqlarını, televiziya mühitinin onlarda böyük maraq oyatdığını və belə tədbirlərin onların şəxsi inkişafına müsbət təsir etdiyini bildiriblər. Maraqlı gələn orada səslərin akustik şəkildə yığılması, montaj olunması və yaxud onlara səs zallarının özünə uyğun səsi boğmaları bu qayda oranın bir çox aparatları bizim xoşumuza gəldi. Yəni. Bizim gələcək işimizdə, peşəmizdə bu teleradio studiyasına gəlib görmək, burada olan müxtəlif mövcud olan aparatlarla haqqında məlumatların verilməsi gələcək peşəmizdə xüsusi rollar açacaq. Yəni ki, bura gəlməyimiz də bizim özümüzə xoş təəssürat bağışladı. Bu kimi maarifləndirici tədbirlər kursantların nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək məqsədi ilə mütəmadi olaraq təşkil olunur. Həsən Məmmədov, xanım Rüstəmzadə Azərhəsənov, NTV Xəbər.